Ya Allah, Allah'ın salamı olsun sizlərə, əziz izləyicilərimiz. Gördüyünüz makinamız yem-üydəndir. Sovetlər İttifaqında istehsal olunmuş 5.5 kilovatlıq mühərriklə. Əziz izləyicilərimiz, gördüyünüz yem-üydənimiz sıfırdan kəsilir, listlərdən, üçlük dəmirdən yığılır və istənilən ölçüdə, istənilən həcmdə, istənilən kilovat mühərriklə sifariş qəbul olunur Allahın izni ilə və istifadəçiyə təhvil verilir. Hətta gördüyünüz ələklərə kimi özümüz hazırlayırıq. Bəzən də səslənir. Mən bu atmacalara cavab verməyi xoşlamıram, amma bəzən də səslənilir samodelni. Buradan demək istəyirəm ki, samodelni sözü rus sözüdür və təcrübəsi Azərbaycan dilində özü düzəldən deməkdir. Məyər zavodun babası düzəldir, zavodun da özü düzəldir də. Nəsə, o söhbətlərə getməyək. Bax, gördüyünüz kimi bu ələyimiz tam birbaşa ikilik ələkdir. Bir və üçlük ələyimiz. Üçlük dəmirdən olan ələyimiz. Üçlük dedikdə mən dəmiri nəzərdə tuturam. Hal-hazırda ələyin özü dörtlük demək ələkdir. Amma qalınlığı isə 3 millimetrdir. Bu bizim ot üçün nəzərdə tutulan ələyimizdir. Allahın izni ilə setkalara, yəni ələklərə də sifarişlər götürürük. Yem üydənlər, ot doğrayanlar, yem qarışdıranlar hansı ölçüdə desəz, o ölçüdə sifariş qəbul olunur. Allah işlərinizi avan diləsin. Allah sizləri xatadan baladan qorusun. Amin Allah. Səhifəmizi izləməyi unutmayın. Allah amanında.